Salam əziz şəhidlər, hər birinizi bir daha xoş gördük. Bu günləri 9 mart 2026-cı il tarixdə keçirilmiş 11-ci siniflərin deməli, buraxılış imtahanının suallarının izahına baxacağıq. Variant A variantı. Birinci sualdan başlayaq. Bir cümləsinin sxemi müəyyən edin. Nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməni aldım. Nə etdim? Aldım nəyi? Şəhadətnaməni. Haradan? Gimnaziyadan. Bu oldu Y zərfliyi. Nə zaman? Hərbi xidməti başa vurduqdan sonra. Zərfli çəkiliş tamamlıq, xəbər, deməli oldu E variantı. Hansı cümlədə feili sifət tərkibi işlənib? Ev sahibləri gələn qonaqları kim? Ev sahibləri mübtəda olduğu üçün bu artıq tərkib olmayacaq. Ahəstə süzən qartal anidən işarına tərəf şığıdı. Nə? Qartal, hansı qartal? Ahəstə süzən ilə cavab B variantı. Obisine de baxaq. Asif yazılmış məktubu kim? Asif mübtəda olduğu üçün feili sifət tərkibi olmayacaq. Dostum oxuyan özündən əvvəl söz olmadığı üçün bu da getdi. Yaşıllaşan ağaclar bundan da əvvəl söz olmadığı üçün tərkib yarada bilmədi. 33-dən nümunə ilə bağlı yanlış fikirlər deyir, müəyyən edin. Baxaq. Deyir, əvəzin bir məna növündən istifadə olunub. Sən şəxs əvəzləri düz deyir. Yönlük halda işlənmiş söz mənsubiyyət hərsi qəbul edib. Balana yönlük halda, sənin balanda mənsubiyyətli düz deyir. İkinci misrada işlənmiş isimlər təsirli haldadır. Dolaşdım arana, harana. Dolaşdım dağı, harana düz deyir. Təsriflənən feillərin hamısı xəbər şəklindədir. Baxaq. Yerimək ümumiyyətlə xəbər şəklində deyil ki, təsriflənən feil. Təsriflənən feillər istəyirsə, bu təsriflənməyəndir. Öyrətdin, deyil, keçmiş zaman xəbər şəklidir. Dolaşdım, dolaşdı, keçmiş zaman da xəbər şəklindədir. Dolaşdım, yenə deyil, keçmiş zaman xəbər şəkli. Balana, yerimək, öyrədincə, incə feil bağlamadır. Gərək, öyrədəydin, öyrət, sözün kökü, öyrədə, arzu şəklindədir. Oldu, arzu şəkli. Deməli, yanlış fikirdir. Yanlış fikrimiz D var bəndə. Yalnız qrammatik mənası olan bir söz işlənmişdir. Burada gərək var idi, gərək sözü. Doğrudur. Cavab oldu D. 34. Tərz hərəkət zərflərinin təsriflənməyən feilə aid olduğu nümunə. Tərz hərəkət zərfi təsriflənməyən feilə aid olsun. Tamamilə xəbərsizdir. Necə gəliblər? Burada ümumiyyətlə təsriflənməyən feil yoxdur. Belə danışmaq təsriflənməyən feil belə əvəzlik olduğu üçün getdi. Onlar ev yəsi ilə gülə-gülə bu feili bağlama, salamlaşıb feili bağlamaya getdi. Şurada çiyin-çiyinə döyüşüb. Çiyin-çiyinə tərzdə zəfdir. Döyüşdüyü, düyü isə feili sifətdir. Götürəcək. Öz uğurlarından iftixarla tərzdə danışan feili sifətdir. Götürəcəyik. Dilucu təşəkkür edib, feili bağlamadır. Dilucu tərzdə bunu da götürəcəyik. Deməli 4-5-6, 4-5-6 C variantında. Sonra uyğunsuzluğu deyil müəyyən edin. Baxaq. Vasitəsiz nitqli cümlə, deməli, sxemə. Cümlə və sxemə. Qarı biraz düşünüb, bu oldu müəllifin nitqi. Yaxşı qərar sərindir. Bu oldu vasitəsiz nitq. Dediksə müəllifin nitqi doğrudur. Bəli dedi, bəli vasitəsiz nitq. Dedi müəllifin nitqi. Bir dəfə yerli bələdçilərə qoruğa getmişdik. Bu da oldu vasitəsiz nitq. Amma burada yanlış verib, yanlış istəyirdi bizdən, oldu. B variantı. Digərlərini izah edeyim, yaxşı. Biz demək olar ki, çatmışıq. Bu oldu vasitəsiz nitq deyə Səlim gülümsəndi. Bu oldu müəllifin nitqi. Doğrudur. Mən buradayam, komandir. Bu oldu vasitəsiz nitq. Cədd dilləndim. Bu oldu müəllifin nitqi. Buraya gələ bilərsinizmi? Sual işarəsi. Bu da oldu vasitəsiz nitq. Doğrudur. Kapitan səmimiyyətlə dedi. Bu oldu müəllifin nitqi. Sizi təbrik edirəm. Bu da oldu vasitəsiz nitq. Bu da doğru fikirdir. 36. Deməli, baxaq. 2 dənə söz verib bizə. Uşaq canlı. Q'dan sonra samit olduğu üçün Q oldu X-ya. L-dəki N-nin təsirini N-yə çevrildi. Açıq, aşkar. Q'dan sonra saat gəldiyi üçün oldu Q. Aşkarda da Q-yə çevriləcək. Baxaq. 3 cüngüdür samit işlənmişdir. Hər ikisinə aid olsun. Bilməz istəyir. 3 cüngüdür samit işlənmişdir. Deməli, burada C-N düz. Burada G, C, R düz. Doğru fikirdir. G samitinin kar qarşılıq işlənib. Yəni X burada var, burada yoxdur, yanlışdır. Açıq saytların sayı qapalı saytlardan çoxdur. Açıq saytların sayı A
A 2 dənədir, qapalı isə I, U 2 dənədir. Səhv fikirdir. Delişli yazılış arasında iki fərqli məqam var. Burada hər ikisində də var, düz deyir. Sonra yazılış yanaşı işlənən kar və cinsli samitlər var. Şıcı və xıcı düz deyir. Kar qarşılığı olmayan bir samit işlənib. Burada da n 2 dənədir, səhv fikirdə. Bizdən yanlışı istəyir. Onun üçün 2, 3, 6. A variantı götürəcəyik. Nümunə 37. Nümunəyə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Gəncliyin şərəfi müqəddəratın bir ürkək ceyranın əlinə düşüb. Nümunədəki hər ikisinə dirayətdir. Nitq hissəsi ilə ifadə olunan həmcə üzvlər işlənib. Həmcə üzvlər. Nə gəncliyim, nə şərəfim, nə müqəddəratım nitq hissəsi ilə ifadə olunmuş mübtədalarda, həmciz mübtədalarda. Qayıt yerinə qoy ayı, günəşi, nəyi, ayı, nəyi, günəşi həmciz tamamlıqlardır. Doğru fikirdir. Baş üzvlərdən birinin həmcizliyi var. Deməli, hər ikisinə aid olsun. Gəncliyim, şərəfim, müqəddəratım mübtədadır. Qayıt qoy, qayıt niyet, qayıt kimsən, qoy kimsən. Hər ikisinə əmr şəklindədir. Hər ikisi həmciz xəbərlərdir, sənə aiddir. Müəyyən şəxsi cümlədir. Bu da doğru fikirdir. Həmciz üzvlər uzlaşma əlaqəsinin əsas tərəfidir deyir. Əsas tərəfidir. Amma tamamlıqlar burada var. Deməli, həmciz üzvlər tamamlıq olduğu üçün aslı tərəf olacaq. Bu mübtədalar əsaslı, tamamlıqlar aslı tərəfdir. Yanlış fikirdir. Yalnız birinə deyil aid fikirdir. İki fərqli cümlə üzvü həmcizdir. Bəli, yalnız birinə aiddir. İki fərqli cümlə üzvü həmcizdir. Xəbərlər və tamamlıqlar doğru fikirdir. İkinci cümləyə aiddir buna. Həmciz mübtədaların ifadə vasitəsi söz birləşməsidir. Belə bir şey yoxdur. Həmciz tamamlıqlar işlənmişdir. Bəli, düz deyir. Bu da həmciz tamamlıqlar işlənib. 1, 2, deməli 4, 6. 1, 2, 4, 6 cavab B variantı. Biri deyir mürəkkəb 38. Biri mürəkkəb addır. Novruz bayramı əlbəttə ki. Zərgərdən biri 2 leksik şərisi olsun. Peşəkarcasına. Küs, gündür qrammatik olduğu üçün getdi. Dahi, yanə, dahiyanə. Nə təzdə zəftüzün heyəsidir. Çəkiliş, çəkirsən, burada çəkirsən, çəkilir, sonra çəkiliş olur. Bir leksik olduğu üçün getdi. Genəldir. Gen, genəlmək, genəltmək, indiki zaman. Qrammatik şəkilçisi var, ona görə getdi. Yüksəklikdəki. Tanışlıq, tanıyırsan, tanış olur, sonra tanışlıq olur. İşlətdikcə iş, işləmək, işlətmək, dikcə də feili bağlama qrammatikdir, getdi. Oxşarlıq, oxşayır, oxşar olur, sonra oxşarlıq olur. Bərk olur, bərkimək, bərkitmək. Deməli, cavab E variantı. Deməli, bizə sual verir ki, cümləsi ilə, 40-cı sualda, cümləsi ilə bağlı doğru fikirlər deyir. Qulusən mürəkkəb. Xəbər şəklində olan feil, xəbərin ifadə vasitəsidir deyir. Baxaq, göstərilən dəlalət edir. Nədir? Dəlalət edir. Ol, et, bil, qıl sözlərini düzəldiyi üçün mürəkkəb feil düz deyir. Sonra xəbər şəklindədir. Dəlal et sözün kökü indiki zamandır. İndiki zaman olduğu üçün oldu xəbər şəkli. Bu da doğru. Feil xəbərin ifadə vasitəsidir. Bəli, xəbərin ifadə vasitəsidir. Doğru fikir ilə A variantı. Keçək mətnlərimizə. Mətn sözün səbəbi müəyyən etmək mümkün deyil. Baxaq. Əmir Teymurun Kür çayının sahilində düşərgə salıb. Nəyə görə düşərgə salmışdı? Bunun səbəbi müəyyən edə bilmirik. Döyüşçülərin şəhərin hasarlarına yaxınlaşa bilməməsinin bəli əvvəl qorxurdular ki, yağ tökələr. Cormağan xanın heyrətləndici içəridən qaladan adam çıxdı ona görə. Qalanın içindəki sakitliyin səbəbi müəyyən etmək mümkündür. Çünki adamlar yox idi burada. Toxtamış xanın Əmir Teymura ədavət bəsləməsini, nəyə görə ədavət bəsləyirdi, o yoxdur. Deməli, 1-5 cavab oldu C variantı. 42-ci sualda baxaq. Əvvəldə rəqəm yazılmış hansı cümlələr mətndən çıxarılsa məzmuna xələl deyir, gəlməz. 4-5-i yazıb, baxaq 4-5-ə. 4-5. Baxaq, deməli, xanın əmri ilə yuxarıdan oxuyaq. Belə vəziyyətlərdə təcrübəli olan döyüşçülər irəli yeridilər. Onlar qala divarlarına çatdılar. Deməli, heç bir problem olmadı. Deməli, 4-ə götürə bilərik. 5-ə baxaq. İbrahim, deməli, buradan baxaq. Bizə Şirvan torpaqlarına girməkdən ötürü keçid lazım idi. İndi keçidi bizim əlimizdədir.
Tələsməliyik, Şirvanın içərilərinə doğru irəliləməyik. Bəli, bunu da çıxarda bilərik. Heç bir maneə rast olmadı. 4-5 cavab D variantı. Sonra, baxaq qırıqca. Mətn əsas cədvəldəki uyğun fikirləri müəyyən eləyin deyir. Doğrudur. Toxtamış planları arasında maddi mənfəət əldə etmək də var idi. Bəli, əvvəlində qeyd edirik ki, maddi qazancda istəyirdi. Şirvanşah İbrahim əhalinin Dərbəndə zorla deyir çıxartmışdı. Xeyr, zorla çıxartmadı. Təxliyə ediləndə cəmaət də bilir ki, qırğına gəlirlər, ona görə canını götürüb qaçır. Yanlış fikir istəyir. Qalada müqavimətlə qarşılaşan Toxtamış xan geri çəkilməyə məcbur oldu. Geri çəkilmək haqqında heç bir məlumat verilmədi. Keçiddə qaldılar. Dərbənd üzərindən hücuma keçən döyüşçülər qala divarlarını dağıtmaq üçün göstəriş almışdılar. Bəli, göstəriş almışdılar. Bu doğru fikirdir. Götürməyəcəyik. Ehtimaldır deyir. Baxaq. Çaparın gətirdiyi xəbər Toxtamış xanın əhval-ruhiyyəsini dəyişikliyə səbəb olmuşdur. Bəli, o da sevinirdi bu faktda. Ehtimal deyil. Şirvanşah İbrahimlə Əmir Teymur arasında soyuqluq var idi. İbrahimlə Əmir Teymur arasında, bəli, çünki Əmir Teymur deyir, Kürd sahilinə yığılışıb, ona görə Şirvanşah İbrahimə kömək etməyəcək. Bu soyuqluq olması isə ehtimal idi. Bəlkə də onların bir hiləsi var idi. Onu bilə bilmərik. 1-3-6. 1-3-6 C variantı. 44-cü sualda deyir, klasteri tamamlayır. İşğalçı hökmdardır Toxtamış xan. Sonra Dərbənd keçidinin ələ keçirilməsini əhəmiyyətli hesab edir, bəli. Düşmənin necə həmlə edəcəyini qabaqcadan dəqiq bilməlidir. Dəqiq bilsəydi ona sürprizlə qarşılaşmazdı. Yaranan fürsəti dəyərləndirir. Bəli, əvvəlində deyir ki, Əmir Teymur Kürd sahilindədir. Deməli, İbrahimə kömək etməyəcək və o hücuma keçir. Şirvanşah İbrahimin müttəfiq ilə danışıqlar aparır. Bu danışıqlar aparmadı. Şəhərin boş olduğunu güman edib döyüşçülərə şəhərə daxil olmağa əmr edir. Bunu Cormağan əmr etdi. Teymur yox. Deməli, 1-3, Toxtamış yox, 1-3, B bəndə. Baxaq, deyir ki, üzərində rəqəm yazılmış sözlər sətinin uyğunluğu müəyyən edin. Üzərində rəqəm yazılan sözlər. Deməli, Şirvanşah üzərindən yerimək üçün bu hücum etmək mənasındadır. Sonra, biraz irəli yeridir və gözlərinə, bu getmək mənasındadır. Baxaq, yerimək yeridir. Addımlamaq mənasındadır. A gedəcək 2-yə, yeriməyə. Saat heçə yerimir, bu ümumiyyətlə uyğun deyil. Hücum etmək, bəli, C oldu 1-ə. Hücum etmək. Bir qoca köhnə paltar əynində yeriyir. Yeriyir, bəli, addımlama mənasındadır. D getdi 2-yə. Bu işlər bizim vilayətdə yeriməz, bu isə getməz olmaz. Alınmır. 1-ə C, 2-yə A, D. Deməli, A variantı tamamilə doğrudur. Əvvəldə işlərə qoyulmuş sözlərin qarşılığını kontekstə əsasən müəyyən edin. Yazın. Deməli, burada təxliyə edir, onları köçürdür oradan, boşaldır. Deyək, kələyi var, hiləsi var, düz. Sonra, altına xətt çəkilmiş cümlənin mətnin səciyyəvi üslubu xüsusiyyətlərinə uyğun zənginləşdirilməklə yenidən yazın. Bildiyimiz kimi bəldi üslubdur, bəldi üsluba uyğun zənginləşdirici. Qaladakı sakinləri görən Toxtamış xan da narahat oldu. Zərincir çeynədi, əsəbləşdi mənasında və yaxud da ki, ürəyinə vəlvələ düşdü. Bu tipli frazoloji birləşmələrdən istifadə edə bilərsiniz. Mətninə əsasən Şirvanşah İbrahim obrazı ilə burada zəncir çeynəmək, əsəbləşmək yox, bu əsəbləşmədi, narahat oldu ilə ürəyinə vəlvələ düşdü, qorxuldu. Yəni narahat oldu, o mənada ola bilər. Sonra altına xətt çəkilmiş cümlənin mətninə dedik 48. Mətninə əsasən Şirvanşah İbrahim obrazı ilə bağlı cədvəlini dolduraq. Cədvəli görmürük. 49. Mətndə nöqtələrin yerinə uyğun ifadələr yazmaqla cümləni tamamlayın. Toxtamış xan şəhərin alınmasının həm hesabına olacağını, itkilər hesabına olacağını, həm də itirəcəyini nəzərə alıb, qalanı itirəcəyini və ya əsgərlərini itirəcəyini olmaz. Elə qalanı itirəcəyini nəzərə alıb ola bilər. Sonra, sən saydığını say, gör fələk nə sayır. 50-ci sual. 2 müxtəlif diri məqamla əlaqələndirib fikri yazın. Sən saydığını say, gör fələk nə sayır. Birinci məqam onu qeyd edin ki, bunlar Cormağan şəhəri əmr edir ki, şəhər boşda onu tutun, amma onlar oxçularla üzləşirlər. Birincisi bu. İkincisi isə deməli Toxtamışın ağlına gəlməzdi ki, İbrahim xan deməli burada müttəfiqləri ilə danışıqlar aparır. Müttəfiqləri ilə danışıq. Deməli İbrahim xanım da boş bekar dayanmamışdı. Toxtamış gözləməsə də o qoşun yığırdı ətrafdakı və müttəfiqləri ilə əlaqə qururdu. Keçək ikinci mətnimizə.
Deyir ki, fikrin, deməli, bunun fikri rəqəmlə yazılmış hansı sözün yerinə artırmaq olar. Burada fikirdə, deməli, min bir gecənin altı çəkilmiş illüstrasiyalardır. Tərifləyir, şəkilləri tərifləyir. Tərifləyir isə burada deyir ki, Nizami Gəncəvinin əsərlərindəki obrazları da təsvir edilib və bura davam edə bilərsiniz. Ən uyğun yer elə 3-cü yerdir. Çünki digərlərin heç birinə uyğun deyil o. Sonra A variantı 52-də baxaq. Təbriz Şamaxı, birdən Təbriz. Vaxt çox aparan sualdır, amma dediyim kimi heç bir sual cavabsız qalmır. Demək, yanlış fikirləri bizdən istəyir. Baxaq. Xalq mahnısında burada toxunan parçaya işarə edir. Xalq mahnısı Rus xalq mahnısı idi. Rus xalq mahnısında Rus xalq mahnısında sən Şamaxıda toxunan, Şamaxıya aiddir. Bu isə Şamaxıya aiddir, doğru deyir. Mənbələrdə buraya ticarət məqsədi ilə göndərilən heyətdən söz açılır. Ekspedisiya gəldi bura. Baxın. Deməli, Şamaxıya və Təbrizə ekspedisiya gəlib. Deməli, hər ikisinə aiddir. Hər ikisinə ortaya yazılmalı idi. Ona görə səhvdir. 3-ə baxaq. Parça toxucuları şəhəri tərk etmək məcburiyyətində qalıblar. Bu sondadır. Təbriz toxucuları şəhəri tərk gediblər İstanbula. Təbrizdən söhbət gedirdi. Bunu ortaya yazıb, səhvdir, Təbrizə yazmalı idi. 4. Bəzi emanatxanalarda hazırlanan parçalar yüksək qiymətə satılırdı. Yüksək qiymətə satılırdı. Emanatxana daha. Deməli, Təbriz və Şamaxıda emanatxanalarda. Deməli, hər ikisinə aiddir. 4. Tamamilə doğrudur, hər ikisinə aiddir. 5. Parça toxuyan sənətkarların qiymətli metallardan da istifadə edirdilər. Qiymətli metallardan istifadə etmək buradadır. Qızıl və gümüşdən, bu da yenə Təbriz və Şamaxıya aiddir, hər ikisinə. Bunu doğru yazıb, yox, yanlış yazıb. Təbrizdə təkcə yazıb, ona görə yanlışdır, hər ikisinə aid olmalıdır. 6-da, burada toxunmuş parçanın hissələri müxtəlif muzeylərdə saxlanılır. Bu, həmin hissədə var. Təbriz toxucuları, deməli, Təbrizdə toxunmuş xalçadı muzeydə saxlanılır. Bu da tamamilə doğrudur. Bizdən yanlışı istədiyi üçün minusları ötürəcək. 1, 2, 3. 1, 2, 3. Cavab C variantı. Növbəti. Mətndə altından xətt çəkilmiş sözlərdən heç birinin kontekstə görə şərhinə uyğun deyil. İstehsal olunmuş, hazırlanmış. Baxaq. İstehsal olmaq, hazırlamaq. Məmulatları və məhsullar oldu, məlumatları. Portret, sonra deməli bu var. Portret, ornament, tablo. Tablolar var. Bu da getdi. Sənəd mənbə. Əsrə aid məxəzlərdə yazılmışdır. Sənədlərdə, mənbələrdə yazılmışdır. Bu da doğru fikirdir. Deməli, bu da etdi, bu da getdi. Hər biri var. Çətin dağılan, gec yırtılan. Deməli, onlardan gözəl və davamlı olması deyilirdi. Bəli, çətin dağılır. Bu da var. Deməli, nadir tapılan, dəyərli yoxdur. Cavab E variantı. Mətndə üzərində rəqəm yazılmış sözlərdən biri hansı nümunədə kontekstə görə mətndəki mənasında işlənmişdir? Bu igidimiz vurub 5-i. Təcrübələr bu fikrin doğru olduğunu göstərir. 5-ə baxaq. 5. Araşdırmalar göstərir ki, məlum olur ki, məlum olmaq. Təcrübələr bu fikrin doğru olduğundan məlum olur, göstərir, uyğundur, götürdük. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Azərbaycan parçacılıq sənətinin nümunələri qazanc məqsədi ilə satılmışdır. Bəli, qazanc məqsədi ilə satılıb İstanbula edib çıxıb. Parçacılıq sənətkarları sadəcə ipək parça istehsal edirlər. İpək parça istehsal etmirlər. Orada zərgərlik də var idi. Zərgərlər qızıldan sapa hazırlayırdılar, gümüşdən. Yanlış istəyir buradan. Azərbaycan parçaları haqqında müxtəlif mənbələrdən məlumat almaq mümkündür. Mətn əvvəlində verir ki, Rus mənbələrinə əsasən, deməli, Rusların Azərbaycana məxsələrdə yazılıb. Da, Rus-Azərbaycan parçaları tanımaq barədə məxsələrdə yazılmışdır, məxəzlərdə. Doğru fikirdir. Müxtəlif mənbələrdə bu doğru fikirdir, getdi.
Sonra Şamaxı və Təbriz ipəyindən rus çarı üçün geyim hazırlanması 12-ci əsrlərin mənbələrində rast gəlinir. Rus çarı üçün paltar hazırlamaq. Rus çarı yuxarıda idi. Aha. Romanov üçün rus çarı paltar hazırlanır. Neçənci əsr ildə? 1663-cü ildə. Oldu 17-ci əsr. Amma bu 13-cü əsrdir. Deməli yanlışdır. Bunu götürəcəyik. Ehtimaldır. Antik mallar alverçi bir neçə hissəyə bölərək müxtəlif şəxslərə satdığı parçanı Təbriz şəhərindən almışdır. Burada bu hissədədir. Antik mallar hardan aldığı bilinmir. Bu ehtimaldır. Bəli, ola bilər ki, gəlib tacirlər gəlib buradan alıb, bu ehtimaldır. Şərq xalqları muzeyində saxlanan parçanın üzərində düşmənin ələ keçirilməsi təsvir edilmişdir. Burada bu hissədə var ki, təsvir olunmuşdur. Düşmən təsviri olunmuşdur. Bəli. Bu faktdır. Deməli, bu da getdi. Doğru cavabımız 1, 4, 5. 1, 4, 5 oldu D bəndi. 56. Mətn əsasında cədvəl tamamı cədvəl yoxdur. Əvvəlində işarə qoyulmuş söz əsasında cədvəli doldurun yoxdur. Mətndə çərçivəyə alınmış cümlənin düzəlişlər etməklə cümləni yenidən yazın. Deyir, Səfəvilər tarixində Azərbaycanda olmuş məşhur fransız səyyahı tarixində yox, Səfəvilər tarixində yox, Səfəvilər dövründə Azərbaycanda olmuş məşhur fransız səyyahı Sardin burada müxtəlif parça növlərinin toxunduğunu gündəliyində qeyd etmişdir. İstisna etmişdir. Yox. Sonra iki müxtəlif hissələrdə bir-birinə ziddiyyət təşkil edən cümlələr buna vaxtım olmadı. Zürü sayasız. Azərbaycan parçalarının şöhrət qazanmasında müxtəlif sənət sahələrində rolu olmuşdur. Sənət sahələri burada var idi. Nizami Gəncəvinin əsərləri yaza bilərsiniz. Naxçıvan arasında nağıl qəhrəmanları var idi. Klassik şairlərin, xüsusən də Nizami Gəncəvinin əsərləri. Sonra bitdi. Hər birinizə uğurlar əziz şagirdlər. İnşallah hər biriniz ali məktəbə qəbul olub Abdüldir tələbə adını qazanasınız. Sonda səhifəmizə abunə olub və videonu bəyənməyi unutmayın. Uğurlar.